Məhkəmə bu cür elə bil bizə pul kəsib 600 manat. Onlar bizə o pulu verməməyin dərdindən burada Çobanzadə küçəsində avarini 2 mərtəbəli binalar var. Yəni fövqəladə o binalara rəy verib ki, bu qəzalı vəziyyətdədir. Qəsdimə durubsan, mənim uşaqlarımı, nəvələrimi, balalarımı aparıb yığıb o binanı mənim üstümə tutmaq istəyirsən. Nizami rayonu Ordubadi küçəsi 7. Mənzil 9, 10, 11 ünvanında yaşayan sakinlər Orbita MTK rəhbərliyindən şikayətçidir. Onlar qanunsuz şəkildə mənzillərindən məcbur çıxarıldıqlarını bildirirlər. Bizdən xəbərsiz, bizdən icazasız Nizami rayon icra hakimiyyətindən 49 illik icarəyə götürüblər. Bunlar adam tapdılar. Gəldi evin şəhərim, tək mənim evimdən elə bir 20 cür şəkillər çəkdi. Apardı məhkəməyə, uçulmuş, dağılmış bir evin şəkillərini təqdim elədi ki, elə düz deyirmişsiniz. Bu ev qəzalı vəziyyətdədir. Biz o məhkəməni uduzandan sonra biz verdik apellyasiya məhkəməsinə. Biz onu uduzduq. Ali məhkəmədə bizim xeyrimizə qərar çıxarıldı. Apellyasiya verdirdilər. Ali məhkəmənin qətnaməsini ləğv elətdirdilər. Dedim ki, mənim şəxsi əmlakım 1.4 sotda yerləşir. Və bunu gəl, padvalımı gəl, balkonumu gəl üstünə və kvadratımı verginə mənim 600 manat kirayə pulu. Bu territoriyada 600 manat kirayə pulu yoxdur. 201 kvadrata bu bizim bunların ölçəni var, nətər ölçür. 3 dəfə gəlib ölçüblər, hər dəfə də bir razmer çıxıb. 2 dənə də kuran qoyublar da. İndi bu deyil, arası metr yarım yoxdur evlə. Allah uzaq eləsin. İndi bir dəmir zad qırıldı. Mənim də 4 nəvəm var burada. Məsələ ilə bağlı üst tutduq sözü gedən Mənzil Tikinti Korporativinə. Şirkətin köçürmə məsələləri üzrə baş məsləhətçisi Söhrab Əhmədov vətəndaşların evinin məhkəməyə çoxmərtəbəli qəzalı bina kimi təqdim olunmasını və onlara yararsız binaya köçürülmə təklifinin həqiqəti əks etdirmədiyini söylədi. Necə ki, qonşuları köçürülüb, onlar üçün də kifayət qədər sahələr təklif olunub. Sadəcə istəkləri həddindən artıq çox olub. Məsələn, indi deyirlər 5 otaq, 6 otaq. 5-6 otaq deyil. Məsələn, 3 otaq olan var 98.5 kvadratdır. Ümumi zəbt olunmuş, indi ev də əlavəsini artırıb, ümumi olub 133 kvadrat. Bunların istəyi olub bizdən 300 kvadrat, qarajlar və 500-600 min məbləğində də pul əlavə. Sakinlərin köçürülməsi üçün bizim o bina qəzalı vəziyyətdə deyil. 2 mərtəbəli binalarımızdır. Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətindən bildirildi ki, müvafiq qurumların icazə verici sənədləri əsasında sözügedən ərazidə yerləşən, istismar müddətini bitirmiş yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında Orbita Mənzil Tikinti Korporativinin istifadəsinə verilib. Fövqəladə Hallar Nazirliyi Az-Kommunal Layihə İnstitutunun mütəxəssisləri tərəfindən adı çəkilən küçədə yerləşən yataqxana tipli binaya texniki baxış keçirilib. Vəziyyəti qəzalı, yaşayış üçün yararsız kimi qiymətləndirilib. Mənzil sahiblərinə MTK tərəfindən inşa ediləcək yeni çox mənzilli yaşayış binasında öz mənzillərinin sahəsinə əlavə olaraq fərqə görə vətəndaş tərəfindən ödəniş olunmaqla ümumi sahəsi 36 kvadrat metr olan mənzil verilməsi və ya birbaşa 4500 manat ödəniş olunması, Zabrat qəsəbəsində bir mərtəbəli fərdi yaşayış evinin inşa edilib təhvil verilməsi təkliflər edilib. Qeyd edək ki, sakinlərə sözü gedən ərazidəki evlərin aprelin 4-də söküləcəyi bildirilib.